Hörmətli izləyicilər, Şəhidin Səsi proqramının bugünkü buraxılışında biz bir igidin döyüş yolunu sizlərə təqdim edəcəyik. Bu torpaqlar bəzən öz övladlarını qorumaq üçün onları qucaqlayır, bəzən də bir qəhrəman kimi bağrına basır. Seymur Mahmudovun həyatı da Qarabağda başlayıb, Qarabağda sona çatdı. İndi isə gəlin şəhidimizin xatirəsinə həsr olunmuş video çarxı izləyək və qaldığımız yerdən davam edək. Mahmudov Seymur Elsəvər oğlu 12 iyul 1991-ci ildə Bakıda anadan olmuşdur. Seymur 11 aylıq körpə ikən anası Gülnarə xanımla birlikdə qohumlarını görməyə öz doğma kəndlərinə Cəbrayıl rayonuna gedirlər. Bu 1992-ci ilə, yəni ermənilərin Qarabağ işğalı ərəfələrinə təsadüf edir. Gülnarə ana körpəsi üçün narahat olduğu üçün orada qalmaq istəmir və təcili Bakıya qayıtmalı olur. İllər öncə onu müharibədən qaçırıb qorumaq istəsə də, nə bilərdi ki, illər sonra Seymur ora öz ayağı ilə gedəcək. İllər əvvəl qucağında evini qaytardığı körpəsi bayrağa sarılmış qayıdacaq evlərinə. Ailənin ilk övladı olan Seymur xoşbəxt, firavan uşaqlıq yaşayıb. Onların yaxşılığı üçün əlindən gələni əsirgəməyən ata, qonaqlı qaralı böyük ailənin çiynini yükündə daşıyan qoçaq anası, onları hamıdan əziz tutan nənə və babası hər uşağın xəyalıdır. Məhz ona görə də Seymur sevgi dolu, gözü tox uşaq olaraq böyümüşdü. O, ailə dəyərləri yüksək, böyük-kiçik yeri bilinən geniş bir ailədə dünyaya göz açmışdı. Nənəsinin tək sirdaşı olan Seymur, böyükləri dərin hörmətlə yanaşardı. Uşaqla uşaq, böyüklə böyük kimi davranardı. Onun idmana olan marağı uşaq yaşlarından özünü büruzə vermiş, ailəsinin dəstəyi ilə 5 yaşından etibarən müxtəlif idman növləri ilə məşğul olmağa başlamışdır. Seymur uzun illər karate, sərbəst güləş, qaydasız döyüş, hapkido və s. kimi idman növlərində yarışlara qatılmış, sertifikatlar almış, medallar qazanmışdır. O, 1997-ci ildə 246 nömrəli məktəb liseydə təhsil almağa başlamış, 2008-ci ildə bu məktəbdən məzun olmuşdur. Seymur 2009-cu ildə 1 il 6 aylıq əskəri xidmətlə yollanmış və xidmətini Zaqatala sərhəd qoşunlarında çəkmişdir. Seymurun ən böyük sevgisi isə həmişə vətənimizə qarşı olub. O hətta hərbi xidmətə yollanarkən ona harda xidmət etmək istərdin sualı verilib. O isə Azərbaycan bayrağı dalğalanan hər yerdə xidmət etməyə hazıram cavabını demişdi. 2012-ci ildə öz üzərində çalışaraq polis akademiyasında kurslara qatılmış və elə həmin il polis kimi işə qəbul olunmuşdur. O, 11 il, 3 ay, 6 gün vətənə layiqli polis kimi xidmət etmişdir. O, işi gərək demək olar ki, Qarabağın bütün bölgələrində Şuşa, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Xocavənd rayonlarında xidmət göstərmişdir. Seymur bu illər ərzində işinə olan hörməti, məsuliyyəti, nizam-intizamlığı ilə seçilmiş, qüsursuz xidmətə görə medalı ilə təltif olunmuşdur. Bir polisin ən əsas xüsusiyyətləri onun güclü, cəsur, vicdanlı olmasıdır. Seymurun uşaqlıqdan idmanla məşğul olması, dəqiqliyi, onun cəsarəti və qorxmazlığı ilə tamamlanırdı. Sərras atıcı idi, heç bir hədəfdən yayınmırdı. Valideynlərinin hər zaman dediyi kimi, Seymur döyüşsə, heç bir mənfur düşmən onu məğlub edə bilməzdi. Ancaq belə xain bir plan onu bizdən ayrı sala bilərdi. Bəzən polis olmaq üçün soyuqqanlı olmaq lazımdır deyirlər. Ancaq soyuqqanlılıq Seymurdan çox uzaq kəlmədir. Çünki o, həmişə işini vicdanla, mərhəmətlə, təqdirə layiq şəkildə yerinə yetirib, dəfələrlə aidiyyatlı orqanlar tərəfindən təltif olunub. Hətta bir dəfə mitinqlərin birində yaşlı kişini özünə məxsus mülayim tərzdə sakitləşdirməsi, su alıb içirməsi medianın diqqətindən yayınmamış xəbərlərdə göstərilmişdi. Seymuru tanıyan hər kəs bilir ki, o öz kiçik büdcəsindən ehtiyacı olan hər kəsə maddi mənəvi kömək göstərirdi.
Bu köməkləri isə heç vaxt dilinə gətirmirdi. Şəhid olduqdan sonra ailəsini, ziyarətə gələn həmkarları onun barədə o qədər belə faktlar danışırlar ki, o hələ də bu əməlləri ilə ailəsinin, yaxınlarını dönə-dönə qürurlandırır. Seymur təkcə insanlara yox, insana möhtac heç bir canlıdan mərhəmətini əsirgəməyib. Onların həyətində 11 pişik Seymurun işdən gəlməsini həyəcanla gözləyib, maşın həyətə daxil olan kimi ona tərəf qaçıblar. O heyvanları yem alırdı, yaralarını sarırdı, sevgi göstərirdi. Uşaqlıq illərindən polis kimi işlədiyi dövrə qədər həm ailədə, həm öz nəslində, həm cəmiyyətdə nümunəvi bir insan kimi sevilirdi. Onu məktəbdə müəllimlərdən soruşun, qonşulardan, qohumlardan, işdə digər polis yoldaşlarından soruşun. Hamı onun haqqında başqa cür yaxşı hekayə danışacaq. Özünün də son, məni gözəl xatırlayın statusu kimi hamı onu gözəl xatırlayır. Arzularını, bütün həyatını vətənə qurban edən Seymur ölümü ilə yaxınlarının ürəyini dağladı. Amma torpaqlarımızın bütövlüyünün təmin olmasına təkan oldu. O, 18 sentyabr 2023-cü ildə gecə saatlarında antiterror əməliyyatı məqsədi ilə xidmət üçün Xocavəndə yola düşmüşdür. Polislərimizin qatıldığı antiterror əməliyyatı Qarabağda mülki əhalinin hədəfə alınmadığı, yalnız erməni hərbi birləşmələrinin zərərsizləşdirilməsi və bölgədən çıxarılması məqsədi daşıdığı artıq hər kəsə məlumdur. Lakin 19 sentyabr 2023-cü il səhər saatlarında qanunsuz erməni silahlı birləşmələrinin əraziyə mina yerləşdirilməsi nəticəsində mina partlayışı baş vermiş və Seymur həmin partlayışda şəhid olmuşdur. Salam, hər vaxtınız xeyir olsun. Zəhmət olmasa özünüzü təqdim edin. Salam, xoş gəlmisiniz. Mən şəhid polis Mahmudov Seymurun anasıyam. Seymur sizin üçün necə bir övlad idi? Seymur mənim üçün əsl övlad, əsl oğul, əsl kürəyimi söykənəcəyim bir evlad idi. Seymurun bizim üçün əvəz olunmaz övlad idi. Mən Seymurla həmişə fəxr eləmişəm. Sağlığında da fəxr eləmişəm. İndi də fəxr eləyirəm Seymurla. Düzdür, deyilir, yaxşı oğul ananın sərvətidir. Mən bugün sərvətimi itirmişəm. Mənim torpaq altında bugün sərvətim yatır. Seymurum. Seymur mənim üçün onu mən öldüm. Həyatda yox hesab eləmirəm. Seymur mənim üçün yaşayır. Mən Seymuru ürəyimdə yaşadıram. Ürəyimdə böyüdürəm. Seymur 32 yaşında şəhid oldu. Həyatdan, bu dünyadan tez getdi. Ancaq mən yaşadıqca Seymur qəlbimdə, ürəyimdə yaşadım. Onun yaşının üstünə yaş mənim qəlbimdə gələcək, ürəyimdə gələcək. Seymur 1991-ci ildə dünyaya gəlib. Seymur elə körpəliyindən sakit, mülayim, ağıllı bir uşağı idi. Yəni heç vaxt Seymur məni incitməyib. Seymur 1997-ci ildə 1-ci sinifə 246 saylı liseydə gedib və 11 illik təhsilində həmin liseydə alıbdı. Seymur ilə məktəb illərində də müəllimlərin sevimlisi, bir ağıllı, yəni tərbiyəli şagird olub. Həmişə Seymur haqqında mənə məktəbdən xoş sözlər deyilib. Yəni heç vaxt Seymur haqqında bir negativ bir xəbər gəlməyib məktəbdən. Dərslərini də həmişə yaxşı oxuyurdu. Sonra Seymur həmin ili məktəbə qəbul ola bilmədi. O yaxşı bal da toplamışdı, ancaq bir ərizə səhvliyi üzündən Seymur həmin ili məktəbə qəbul ola bilmədi. Sonra hərbi xidmətə getdi
Zaqatala rayonu sərhəd qoşunlarında 1 il 6 ay Seymur hərbi xidmət etmişdi orada. Elə orada o hərbi xidmətdə olan vaxtında da oradakı təlimlər onun xoşuna gəlmişdi. Hərbi xidmətdən qayıtdıqdan sonra da öz üzərində çalışdı. 1 il idmanla məşğul oldu. Sonra biraz ədəbiyyatdan, tarixdən öz üzərində hazırlaşdı. Sonra hərbi kurslara qatıldı. Elə oradan da işə götürüldü Seymur. İşə götürüldü Çevik Polis Alayının xüsusi təyinatlı taboruna. Seymur 11 il, 6 ay, 3 gün vətəninə, dövlətinə bir çevik polis kimi xidmət göstərmişdi. Polis olmağa nə vaxt və necə qərar vermişdi? Seymur polis olmağa hərbi xidmətdən gələndən sonra qərar vermişdi. Və çox sevirdi polis olmağı. Elə işləyən vaxtlarda da öz peşəsini çox sevirdi. Çox idmanla məşğul olurdu. Seymur 5 yaşından idmanla məşğul olubdu. İdmanın bir neçə növündə Seymur özünü sınamışdı. Belə əskəri xidmətdən gələndən də sonra qərar verdi ki, mən elə polis olaraq dövlətimə xidmət eləyim. O son dəfə xidmətə gedərkən sizə nə demişdi? Biz həmişəki kimi sentyabr ayının 18-i Seymuru işə yola saldıq. Və günorta vaxtları idi. Seymur işdən zəng vurdu ki, mənim sumkam hazırdır. Gəlirəm sumkamı götürəm, biz Qarabağa yollanırıq. Elə bir 10 gün olardı ki, Seymurun sumkası yığılıydı. Yığılı vəziyyətdə hazır. Seymuru gözləyirdi onun sumkası. Tez saat 3-ə işləyirdi. Seymur tələm-tələsik gəldi. O axır vaxtları diyet eləyirdi. Mən ona xüsusi yemək pişirirdim. Tez başladım mən onun yeməyini pişirməyə. O həmişə işdən axşam vaxtlarında gəlir evə. İndi o zəng elədi ki, mən gəlirəm evə. Əynimi, paltarımı dəyişim, sumkamı götürüm, gedirik Qarabağa. Saat 3-ə işləmiş, Seymur gəldi evə, çörəyini yedi və tələsik sumkasını götürdü. O qapıdan çıxanda dedi ki, mən heç kimlə görüşməyəcəm. Bir dənə düşürəm həyətə, nənəsi həyətdə idi. Nənəmlə görüşəcəm. O sumkasını götürdü və mənim üzümə baxmadan pilləkənləri yenə. Mən onun arxasınca dedim ki, yaxşı yol oğlum, uğur olsun. Tezliklə qayıdasan. O mənim üzümə baxmadan gedə-gedə pilləkənləri düşə-düşə dedi ki, ana, bilmək olmaz mən nə vaxt qayıdacağam. Onun o dediyi o bir kəlmə söz elə bil ki, məni sirkələdi. Mən onsuz da nə vaxtdandır nəysə olacağını hiss eləyirdim. Ancaq onun adını qoya bilmirdim ki, nəysə olacaq. Seymurun da o bir kəlmə demək ki, ana bilmək olmaz, mən ha vaxt qayıdacağam. Onda mənim ürəyim lap elə bir ki, əsməyə başladı. İnanırsınız, o pilləkənləri elə düşdü. Qaça-qaça, uça-uça. Mən ona çata bilmədim. Mən pilləkənin pəncərəsindən, o da həyətdə. Bizim elə bir ki, bir anlıq gözlərimiz sataşdı bir-birimiz. Seymurun baxışından mən hiss elədim ki, oğlum bu baxışları ilə mənlə vidalaşır. Mən bir də oğlumu görməyəcəm. İçəri qayıtdım. Qaynımın gəlini bizdə idi. Dedi ki, bibi sənə nə oldu? Dedim ki, Seymur getdi. Belə deyəndə gəlin dedi ki, bibi, Seymur həmişə gedir də. Tezliklə Seymur qayıdar. Mən dedim ki, Seymur bir də qayıtmayacaq. Gəlin əli ilə ağzımı tutdu ki, bibi, nə olar belə danışma. Mən Seymurun həyətdə idi, səsi gəlirdi. Tez qaçdım o bir otağa. Ki, oradan baxım Seymurun arxasınca. Həmişə Seymur
bir ezamiyyətə gedəndə Qarabağ bölgəsinə onlar 44 günlük müharibədən sonra mütəadi olaraq tez-tez gedirdilər Qarabağ zonasına, Laçına, Kəlbəcərə, Şuşaya, orada tez-tez olurdular. Yəni 2 gün, 3 gün çəkirdi, onlar geri gəlirdilər. Ancaq bu son gediş, mən onu hiss eləyirdim. Yenə o maşını onun idarənin həyətində qalırdı. Sonra o ezamiyyətdən qaydanda öz maşını ilə evimizə gəlirdi. Ancaq həmin günü dedi ki, kimsə mənlə geçsin, mənim maşınım orada qalmasın. Mənim maşınımı gətirsin evimizə. Elə bil ki, o da məni elə bil nəysə fikirləşməyə, nəysə içimdə bir qorxu hissi yaratmağa məni vadar eləyirdi ki, bu niyə belə deyir, bu niyə belə danışır. Onun əmisi apardı ki, maşını sonra arxaya evimizə qaytarsın. Atası da getdi. Axı atası heç vaxt ondan getmirdi. Onu o bir yerə gedəndə ezamiyyət, axı heç vaxt atası onu yola salmırdı. Bu səfər atası dedi ki, mən də gedirəm səninlə. Demək, orada gediblər, Seymuru qoyub qaydanda Seymurun kloku vardı. O yadından çıxıb. Sonra zəng eləyib ki, bəs mənim klokum qaldı maşında. O yolda elə bil ki, gərək bir də geri qayıtmaq olmur. Maşın saxlayıb, atası onun klokunu götürüb, üzü Seymura tərəf, Seymur da üzü o tərəfdən bəri. Ata bala elə bil ki, bir-birinə yaxınlaşmaq üçün qaçıblar. Atası bərdən o tərəfə, o tərəfdən də Seymur atasına tərəf. Kəşke o kadrlar çəkilmiş olaydı. Və belə biz Seymuru həmin günü belə yola saldıq. Ancaq mən çox qorxurdum. Çox həyəcan keçirdirdim. Amma onu içimdə, amma onun üzümdən, onun hərəkətlərimdən hamı hiss eləyirdi ki, sən niyə belə eləyirsən? Nə olubdu? Seymur həmişə gedir, qayıdır. Ancaq mən hiss eləyirdim ki, Seymur geri dönməyəcək. Ayın 18-i axşam da qardaşı gəlirdi. Ailəsi ilə Almaniyada. Seymur qardaşını qarşılamalıydı. Mən içili gəlirdi Seymurun. Həmin günü fikirləşdikcə, həmin günü elə bir ki, bir də yaşayıram. Bilirsiniz, mən ayın 18-ini çox gözləyirdim ki, ayın 18-i tez gəlsin, o bir oğlum gəlir. Bəlkə də o hisslər dolurmuş mənim içimə, ona görə mən pis olurmuşam. Bilirsiniz, bir oğlumun ayın 18-i gəlişi, bir oğlumun bir dəfəlik gedişi, o hissləri, o anları mən başa sala bilmirəm. Ki bir ana tələsir ki, tez, ayın 18-i tez çatsın. Amma mən nə bileydim ki, ayın 18-i bir oğluma qovuşacaq və bir oğlumdan əbədi olaraq ayrılacaq. Bu bir ana üçün bu hissləri yaşamaq, bilmirəm, bəlkə də mən dünyanın ən güclü qadınıyam. Ki, mən bu hissləri yaşayıram, ancaq mən yaşayıram. Mən özümü çox güclü qadın hesab eləyirəm ki, mən bunu qaldırdım, mən bunu yaşadım, ancaq dözdüm və dözürəm. Bilmirəm. Bir gün inşallah qovuşaram Seymura. Və bilirsiniz, mənim oğlum subaydı. Biz ona toy eləyə bilmədik. Mən özümü yaxşı ana hesab eləyirəm. Seymura mən çox yaxşı ana olmuşam. Onun körpə vaxtından səliqəli, səhmanlı, onun ağıllı, tərbiyəli, onun o cür formalaşmağında özümü yaxşı ana hiss edirəm ki, mən o cür oğul böyütmüşdüm. Cəmiyyətə o cür sağlam tərbiyədə övlad çıxartmışdım. O mənim zəhmətim idi, o mənim əziyyətim idi. Mənim zəhmətim, əziyyətim, yəni o ağıllı, tərbiyəli olmaq üçün mən fəxr eləyirdim həmişə. Bilmirəm, niyə belə oldu? Biz niyə Seymursuz qaldıq? Bu bir talihdir, bu bir yazıdır. Onu da mən başa düşürəm.
Ancaq yaxşı ana oldum. Ancaq mən valideynlik borcumu yerinə yetirə bilmədim. Bəlkə də bu hisslərdi məni yandıran. Seymur üçün bilmirəm. Bilmirəm Seymur tez tələsdi, yoxsa biz valideyn olaraq hər şeyə gec qaldıq. Övladınızın şəhid olma xəbərini necə aldınız? Ayın 18-i mən axı dedim ki, Seymurun qardaşı ailəsi ilə gəlirdi. Biz həmin gecəni, həm də xalasının ad günü idi, ayın 18-i. İştilaşmışdıq. Bütün qohumlar hamısı bizdə idi. Elə gecə də qohumlar biraz gec dağıldılar. Həmin gecə də mən yata bilmədim. Özümü çox narahat hiss eləyirdim, özümü çox pis hiss eləyirdim, yuxum gəlmirdi. Çox narahat idim Seymur üçün. Ancaq Seymur 12-yə qalırdı, mesaj yazmışdı mənim telefonuma ki, narahat olmayın, hər şey yaxşıdır, telefonlarımız yığışdırılacaq, biz səhər saat 5-də əməliyyata keçəcəyik. Belə. Sonra yəni biz Seymurdan xəbər ala bilmədik. Səhər-səhər də saat 11-ə qalırdı. Aşağıdan həyətdən səs gəldi ki, kimsə dedi ki, çoxlu polislər gəlibdi. Bəs Elsəvər əmini axtarırlar. O vaxtda üzr istəyirəm, Seymurun atası hamamda idi. 11-ə qalırdı düz 15 dəqiqə. Mən o anda saata baxdım, 11-ə qalırdı 15 dəqiqə. Mən o anda fikirləşdim ki, polislər bizim qapıya niyə gəlsin? Elə bir dəfə sakitcə dedim ki, Seymur öldü. Yenə o sözü deyəndə evdəkilər mənə dedilər ki, Allah eləməsin, Allah eləməsin. Bilham, mən ayaqyalın pilləkənləri düşdüm həyətə. Həyətə düşdüm. Darvaza qapımızı açanda mən yol boyu o qədər insan, o qədər polis gördüm ki, bir anda çoxlu polislər dayanmışdı. Elə mən bir kəlmə dedim ki, birdən bilməzsiniz, deyirsiniz ki, Seymur ölübdür. Mən Seymura nişan aparacağım, mən Seymura toy eləyəcəm. Deməyin ki, Seymur ölübdür. Bu anda kimsə qapını mənim əlimdən aldı, çəkdi, örtdü. O insanlar qaldı bayırda, mən həyətdə. Mənim şıqırıq səslərimə Seymurun atası çıxdı hamamla. Bir qolunda dəsmal, bir qolunda paltarlar ki, nə olub? Yəni, niyə çığırırsan? Dedim ki, bayra çıx, səni istəyirlər. Heç belə Seymurun atası da bayra çıxanda demişdilər ki, Mahmud o Seymurun atası sizsiniz. Deyib bəli. Başın sağ olsun, oğlun şəhid oldu. Heç, bizim dünyamız yıxıldı. O hadisələr, o xəbər mənim gözümün qabağından keçdikcə bilmirəm, insan nə qədər güclü olar, bir ana nə qədər güclü olar, varlığı ilə nəfəs aldığın 32 il, varlığı ilə yaşadığın oğlun bir gün sənə deyilir ki, yoxdur həyatda, şəhid oldu. Amma sən yenə də qaldırırsan, yenə də yaşayırsan, bilmirəm. Bu hisslərin adını mən qoya bilmirəm. Dəhşətdir. Heç bir anıya arzulamıram. Oğul itkisi, övlad itkisi. Onunla bağlı ən unudulmaz xatirəniz hansıdır? Seymur bizi çox istəyirdi. Seymur bizə çox bağlı idi, atasına, mənə. Həmişə mənim könlümü almaq üçün. Seymurun xatirələri çoxdur. Həmişə deyirdi ki, məni belə qucaqlayırdı, deyirdi ki, ana, sənin bir dənə qocalığını görün, sən qocalanda bir balaca bir qadın olasın. Elə bir ki, o çox istəyirdi ki, mən yaşlandığım vaxtı, qoca vaxtımı görsün. Ancaq bizə ana-bala qismət olmadı. Nə mən onun qocalığını görə bildim, nə o mənim qocalığımı görə bildi. Seymur axırıncı səfər həmin günü, ayın 18-i sentyabr
durumuna Mikail Müşfiqin Məni Gözəl Xatırlayın şeiri qoymuşdu. Mən onun durumundakı o şeiri oxudum. Öz-özümə dedim ki, ay Allah, Seymur nə gözəl şeir qoyubdu durumuna. Sonra o telefon mənə gələndə, o telefonu açdılar ki, axırıncı səfər onun qoyduğu Məni Gözəl Xatırlayın şeiri. Sonra mən anladım ki, Seymur bu şeirinə, bilmədim, oğlumun axırıncı mesajı oldu bizə ki, məni gözəl xatırlayın. O şeirinə bəlkə də, o da bəlkə nəysə hiss eləyirmiş, bəlkə içində nəysə yaşayırmış, bizə o bildirmədi. Amma sonra biz iş yerlərinə çağırılmışdıq, bütün valideynlər. Orada mən eşidəndə ki, uşaqların hamısına deyilib ki, evinizdə halallaşın, gəlin, siz bir çətin əməliyyata gedirsiniz, sizi bir çətinlik gözləyir Qarabağda, Xankəndində, onlar xidmətləri Xankəndində aparacaqdılar. Orada sizi bir çətin günlər gözləyir, hər an hər şey ola bilər. Valideynlərinizlə halallaşın, gəlin. Amma Seymur ürək eləyib bizlə halallaşmamışdı. Mən bayaqki sualımızın birində də belə cavablandırdım ki, bizə qismət olmadı valideynlik borcumuzu yerinə yetirmək. Nə Seymura xeyir dua vermək bizə qismət olmadı, nə də Seymurla vidalaşmaq bizə qismət olmadı. Hər şey yarımçıq qaldı. Seymurun həyatı necə ki şəhid oldu 32 yaşında, yarımçıq qaldı. Biz valideyn olaraq biz də yarımçıq qaldıq. Mənim oğlum 32 il şərəflə yaşadı, qürurla da şəhid oldu. Şəhidlik bir zirvədir. Biri var, qələminlə tarix yazasan. Bir də var ki, oğul var ki, qanı ilə tarix yazır. Mənim oğlum öz qanı ilə tarix yazdı. Bizim vasitəmizlə gənclərə nə demək istəyirsiniz? Mən sonda onu demək istərdim gənclərə. Valideynlərinizi çox istəyin, böyüyə kiçiyə hörmət eləyin. Əgər bir övlad anasını, atasını sevirsə, o dövlətin xalqını da sevəcək, torpağını da sevəcək. Əgər bir övlad valideyni sevmirsə, pis vərdişləri varsa, anasını, atasını incidirsə, o heç torpağın, dövlətin, xalqın da sevməyəcək. Akşam olur, hasret büyür, dağ olur. Bu dağlarda kurşun atsan çığ olur. Sen oğlunu geri dönmez sayan annem. Ben ölünce belki vatan sağ olur. Sen oğlunu geri dönmez sayan annem. Ben ölünce belki vatan sağ olur. Belki dağlar duman duman savrulur. Belki sesim çığlık çığlık duyulur. Belki yavrum bir tabuta koyulur. Üzülme annem. Bir yangın ki ciğer ciğer kavrulur. Bir yangın ki kardeş kardeş vurulur. Belki kalbim bir bayrağa kan olur. Gülümse annem.
toprak yazı gelince çiçeklenir. Sen beni hep rüyalarda gör annem. Gör ki kalbim bir mezarda dinlenir. Sen beni hep rüyalarda gör annem. Gör ki kalbim bir mezarda dinlenir. Belki dağlar duman duman savrulur. Belki sesim çığlık çığlık duyulur. Belki yavrum bir tabuta koyulur. Üzülme annem. Bir yangın ki ciğer ciğer kavrulur. Bir yangın ki kardeş kardeş vurur. Belki kalbim bir bayrağa kan olur. Gülümse annem. Akşam olur, hasret büyür, dağ olur. Bu dağlarda kurşun atsan çığ olur. Sen oğlunu geri dönmez say annem. Ben ölünce belki vatan sağ olur. Sen oğlunu geri dönmez say annem. Ben ölünce belki vatan sağ olur. Belki dağlar duman duman savrulur. Belki sesim çığlık çığlık duyulur. Belki yavrum bir tabuta koyulur. Üzülme anne. Seymur Mahmudovun həyatı bizə göstərir ki, həqiqi qəhrəmanlıq sadəcə döyüş meydanında deyil, insanlıqda, mərhəmətdə və vicdanda gizlidir. O təkcə bir polis deyil, böyük ürəyə sahib insan idi. Allahdan bütün şəhidlərimizə rəhmət diləyir, ruhları qarşısında baş əyirik. Növbəti buraxılışlarımızda başqa bir qəhrəmanın döyüş yolunu işıqlandırmaq ümidi ilə. Sağ olun, salamat qalın.